Salam millət. Bugün davam edirik deneme 11 Puza Test Bankından. Keçək mətqyo hissəmiz, əsas bizə lazım olanlar. Mətq suallarımız başlayır 46-dan. Adi sıranın cəmlənməsidir. Formulamız var idi. S-in bərabər idi. A1 üzərinə gəlsin AN bölünsün 2 vurulsun N. Burada gətirib yerinə qoysaq, A1-in yerində 5 dayanır. Üzərinə gəlsin AN-in yerində 95 bölünsün 2 vurulsun. N-i bilmiriksə, gedib kənarda da bunu tapa bilirik. Formulası budur ki, AN çıxılsın A1 bölünsün D üzərinə gəlsin 1. AN-dən A1-i çıxsaq 95 çıxılsın 5. D dediyimiz şey neçə artır. Baxın 5 gedir. Bunun adı D-dir. Silsilə fərqi. Böl 5 üzərinə gəlsin 1. Bunu da hesablasaq 90 böl 5 üstə gəlsin 1. 18 üstə 1 19. Vurulsun 19 yazırıq. Yəni biz S19'u tapırıq sən demə. Buradan da 95'in üstə 5 gəndə 100'ü 2'yə bölsək 50 vurulsun 19. 19'u da 5'ə vursaq, səhv eləmirəmsə 95. Yanında da bir dənə 0. 950 C variantı. 47 də bunun kimi bir sıranın toplanmasıdır. İndi gəlin baxaq görək nələr bir-birini silir. Tən ortadan mərkəzdən sola və sağa doğru getsək, mənfi 1-1'i götürər, 2-2-ni, 3-3'ü. Bu formada hara qədər? 27'yə qədər silinmə olacaq. 27'yə qədər silinmə varsa, burada ancaq 28 və 29 qalır 2 dənədir. Bunları da toplasaq, bizə verər 57-ni. Y variantı. Faktorial sualımız ixtisardır. Yəni, yuxarıdan 2n plus 2'nin bir gerisinə getsək, hətta ixtisar edib yazaq. 2n plus 2 ilə 2'nin ixtisar gedir. 2n minus 1 faktorial olana baxaq. 2n minus 1 gedir. Bunun gerisində 2n minus 1'dən sonra nə görürük? 2n görürük. 2n plus 1 görürük. Bir də 2n plus 2 görürük. Bunu gətirib yazsaq, 2n vurulsun, 2n plus 1, yanında 2n plus 2. Məxrəcdə nəyimiz var? 2n. Buradan da 2n'lər ixtisar geçsin. Bu ifadə qalır. 2n plus 1 ilə 2n plus 2. 2n plus 1, 2n plus 2. Onu da 2n plus 2 saxlamayıb. Niyə? Buradan da 2'ni ortaq vuruq çıxarda bilərsən. 2 vurulsun n plus 1. Sonra yanında 2n plus 1. Belə bir ifadə götürür hər halda. Gəlin baxaq. 2 vurulsun n plus 1. 2n plus 1. A variantında. Sonra 49'a baxaq. Baxmayaq loqaritmada. 50 taban puanı çıxdı da sistemdən. Ona oturub hazırlaşmayın. Törəmə zaten yox idi. 52'ye gələk adi kəsirdir. Neyniyərik? Buradan çarpaz vuraq. AX üzərinə gəlsin 10 bərabərdir 15x çıxılsın 5b. Əgər bu tənliyin həlli varsa, x-lar bir-birinə bərabər olmalıdır və sərbəstlərdə 1. Buradan görürük ki, A-sı 15'dir və 10 bərabərdir mənfi 5b yazsaq, b-miz də çıxar mənfi 2. A-sı b-si tapıldı. 15 çıx 2 verir 13. Müsbət 13 D variantı mənfisi də verib. Diqqətli olun da. Mutlaq dəyərin eşitsizliyi necə həll olunur? Bunu gəlib ortada köçürdürük, modulunu atırıq. Bir tərəfinə mənfi 2, bir tərəfinə 2 yazırıq. Bunun zaten bir qaydasıdır. Hər tərəfin üstünə 3 gəlsək 1 kiçikdir x, kiçikdir 5. Yəni 1 ilə 5'in arasında bir ədəd götürürsən. Məsələn, x təqribən olsun 4. 4'dən 5 çıxanda bu isə mənfi olur. 4'dən 1 çıxanda müsbət. Yəni gətirib iminli 4'ü qoymayın. Yoxlamaq üçün bizə lazımdır. Bu mənfi hissəsi qarşıya sürüşsə mənfi x plus 5. Bu isə olduğu kimi köçür. X minus 1. X-larımız silinər. Sonunda qalar 4. C variantı. 54 limitdir. Lazım deyil. 55 taban puanı çıxdı. 56'ya gələk. Kəsirlərin müqayisəsi. Kəsirlər deyirik ki, ya eyni məxrəcə gətirin, ya da eyni sürətə gətirin. Gəlin eyni sürətə gətirək biz. Üstləri eyniləşdirsək, hər birinin üstünə 10 yazıram. 10, 10 və 10. Elədir. 10 deməkdir, 20 deyək. 4'ü 10'a bölə bilməyəcək. Hamısını 20'yə gətirik. 20'yə gəlməsi üçün nə edirsən? Bunun yuxarısını aşağısını 10'a vurursan. Aşağı oldu 30. Bunun yuxarısını aşağısını 4'ə vururuq. 24. Buranı da 5'ə vursaq, olur 35. Sürətlərimiz eyni olanda bizim qaydamız belədir ki, məxrəci kiçik olan ən böyük olur. Yəni 20 bölünsün 24 böyükdür 20 bölünsün 30. O da böyükdür 20 bölünsün 35. Ardıcıl da düşsək 20 bölü 24 ortadakı idi. Yəni bu A'dır, bu B'dir, bu C'dir. B böyük olmalıdır A'dan, o da böyükdür C'dən.
B, A, C formasında. Sağa doğru yığıb C variantı. 57 keçid eləyək. Bu tip kəsrləri deyirik sistem təhlili kimi görə ya tərəf-tərəfə toplamaq lazımdır ya da çıxmaq. Bunun cavabını bilmirik. Məsələn, x olsun. Tərəf-tərəfə çıxıram, amma aşağıdan yuxarıya doğru çıxaq, gəlin mənfi olmasın. Bu ikisinin ilə bir-birindən çıxsaz, bir baxın, 16-dan biri gedir, 15 bölü 15. Üzərinə gəlinsin 17 bölü 17, 19 bölü 19, 21 bölü 21, axırıncısı da 23 bölü 23. Cavabımız da x çıxılsın A. Bunların məlum məsələ hamısının öz içində ixtisarları gedir. Yəni qalır neçə dənə? 1, 1, 1, 1, 1. 5 bərabərdir. X çıxılsın A'ya. Bizə də x maraqlıdır. X də bərabərdir 5 plus A. Yəni uyğun cavabımız olar D variantı. Keçirik 58-ə. Belə bir kəsrimiz var. Çarpaz vuraq. X bərabərdir 3y-dir. Bütün x-ların yerinə 3y götürdə bilərik. 2 vurulsun. Bunun da, bunun da. 3y vur y. Aşağıda 3y-in kvadratı, 9y kvadrat birbaşa yaza bilərik. Üzərinə gəlsin y kvadrat. Sürətimiz olur 6y kvadrat. Məxrəcimiz olur 10y kvadrat. İxtisarlar geçsin. 6 ilə də 10, 2-yə 3, 2-yə 5. Yəni 3 bölü 5 cavabımız olur. D variantı. 59-da. Belə bir kəsrlər görəndə nə edirdik? Çarpazda vura bilərsiniz. Bir dənə K-ya da bağlaya bilərsiniz. K ilə geçsə daha yaxşı. Çünki dəyişən ancaq sürətdədir, məxrəcidə deyil. A çıx 1 bərabərdir 2K desək, A-mız olur 2K plus 1. Eyni qaydada B plus 2 bərabərdir 3K-ya. B-miz olur 3K minus 2. C çıxılsın 3 bərabərdir 4K-ya. Çarpaz vurub tapmışam. 4K plus 3 də buradan gəlir. Yəni A-nın, B-nin və C-nin cavabları var. Sonra bu cavabları nə edirik? Bu verilən tənlikdə denkləmdə yerinə qoyuruq. Onda ifadəmiz 3 vurulsun 2K plus 1. Üzərinə gəlinsin 2 vurulsun 3K minus 2. Çıxılsın 4K plus 3. Parantezdə yazaq. Bərabər 12. Bunu da vurub açsaq, 6K üzərinə gəlsin 3, üzərinə gəlsin 6K, çıx 4, çıx 4K, çıx 3, bərabər 12. 12K buradan 4K'sı geçsin, 8K bərabərdir 3'lər silinir, 4 də 12'nin yanına gəlir 16. K'nı tapırıq 2. K'nı tapandan sonra qaça-qaça cavab götürməyin, gətirib yerinə qoymaq lazım. Məsələn, bizdən A'nı istəyir. Burada K'nın yerinə 2 qoysaq, 2 vur 2, üzərinə gəlsin 1, bu da verər 5. A'mız olur 5, C variantı. Keçək növbətisinə. 60 adi yenə çarpanlara ayırma kimi baxsaq, burada nə görərik? X minus 2A, X plus 2A. Məxrəcdən ortaq A-nı götürsək, yenidən X plus 2A. Bölməyin yerinə vurma ilə tərsinə çevirək 2A yuxarıdan. Buradan da aşağıdan mənfini çıxardaq. X minus 2A yenidən yaza bilək deyək. Baxın bu hissədə. Ki ixtisarı görəsiz. İxtisarlara fikir versək x minus 2a'lar gedər, x plus 2a'lar gedər, a-nın biri ilə də bu gedər. Yəni qalar 2 bölünsün, mənfi 1, bu da eləyir mənfi 2. Bir dəyişənimiz qalmadı. A variantı. 61, yenə ortaq vuruq çıxart ixtisar ilə. B-ni götürsək a minus 1 bölü b. Vurulsun c yuxarı, b-ni götürürük, buradan da qalır 1 minus a. Buradakı B ilə B ixtisarı gedər. 1 minus A ilə A minus 1 ixtisarı gedir. Yerində mənfi qalır. Niyə? Yer dəyişik axı. Mənfi C bölü B olur. C bölü B də C variantında. 62-də. Bu kümələrdə deyirik ki, bir dənə gəlin yenə K-ya bağlayaq. N, A kəsişmə B-miz olsun 3K. Belə oran-orantı kimi misallar görəndə. B çıxılsın A-mız 4K-dır. Və bunların birləşməsi. A birləşməyi B də 10K-dır. İndi bunu diaqramda çəksək daha qəşəng olacaq. Eylerveni göstərək. A küməsi burada, B küməsi burada. İndi deyirik ki, kəsişmədə 3K qədər element var. B çıxan nə deməkdir? B-nin kənarı 4K element də buradadır. Ümumi birləşmədə əgər 10K elementimiz varsa, 10K-ya tamamlamaq üçün burada 3K çatmır A-nın solunda. Yəni biz görürük ki, A çıx B-miz 3K-dır. İndi deyir ki, NB. B-nin içində nələr görürük? 3K və 4K-nın toplamı. Gətirib bunun yerinə yazırıq 7K. Çıxılsın A minus B dediyi hissədə A-nın bu kənarıdır. Yəni 3K bərabər olmalıdır 12-yə.
Buradan k-nı tapırıq. 4k bərabər 12, k-mız çıxır 3. Yəni bütün k-ların yerinə gətirib 3 qoysaq. 3 vurulsun 3, bura 9. 3 vur 3, burada 9. 4 vur 3 də 12. Bizə də lazımdır A kəsişmə B. Yəni ancaq bu ortadakı hissəyə baxırsan. Baxın bu hissəyə. O da 9 dənə element olur. B variantı. Sonra keçirik 63-ə. Burada vurma ilə toplamağını qarışdırmayın uşaqlar. Eyni şeydən toplana gedirsə sayı qədər vururuq. Burada tək fərq dərəcənin olmasıdır. 3-cü dərəcədən 2-nin üzəri x vurulsun 4 dənə. Aşağıda da eyni qaydada. Kökün altında 2-nin üzəri x vurulsun 4 dənə. Bərabərdir 2-də 1-ə. Sonra nə edirik? Soldan sağdan gəlin 6-cı dərəcəyə yüksəldik ki, bu kökdən çıxsın. Bunu 6-cı dərəcəyə yüksəldirəm. Onda misal nə olur? 6 ilə 3 ixtisar gedir. 2-nin üstü x vurğusun 4-ün kvadratı olur. Aşağıda isə bunun gizlənmiş bir ikinci dərəcəsi var. Onlar da ixtisar getsə 2-nin üzəri x vurulsun 4-ün kubu olar. Bərabərdir 1 bölü 2 üzəri 6. İndi bunu da bir sadələşdirsək nə yazarıq? Deyərik ki 2-nin üzəri x-in hətta eyni şeydir də. Bununla da bu ixtisar gedir. Bunun yerində bir dənəsi qalır. Məsələn a kvadrat bölünsün a kub kimi görün. Qalır 1 bölü 2-nin üzərində x vurulsun 4'ü də gəlin belə sadələşdirək. 2'nin kvadratı kimi bərabərdir 1 bölünsün 2'nin üzəri 6. Buradan da aşağıları eyniləşdirsək, vurmada üstlər toplanır bərabərdir 2 üstü 6'ya. Üstləri götürsək, x plus 2 bərabər 6'dan x-imiz da çıxar 4. Yəqin ki x istəyir. X-imiz 4C variantı. Keçirik 64'ə. Normalın verib kvadratını istəyir, amma buna fikir verin ki, fərqi verib cəmi istəyirsə, onsuz da biz onun hər ikisini kvadrata yüksəldirik ki, hasilin iki mislində silinmələr geçsin. Gəlin kənarda yazaq. Çıxması bərabərdir 5'ə, hər tərəfin üzərinə kvadrat artırırıq. Formulanı açıq, a-nın kvadratı üzərinə gəlinsin 4 bölü a-nın kvadratı çıx, hasilinin iki misli 2 vur a vur 2 bölü a. Burada bir silinmələr var. A-lar gedər. Qalar nə? A kvadrat üzərinə gəlsin 4 bölü a-nın kvadratı. 4 də 25'in yanına gəldi oldu 29. Bu hissəni də yenə düstura görə açsaq. A kvadrat üzərinə gəlsin 4 bölü a-nın kvadratı. 2 vurulsun, a vurulsun 2 bölü a. Bunu da buradan ixtisarı geçsin. A kvadrat üstə gəlinsin 4 bölü a kvadratın yerinə dedik 29 yerləşdirmək lazımdır. Bu da olar 29 üzərinə gəlsin. 2'ni də 2'yə vuraq. 4 verir bizə yekunda 33. C variantı. 65'ə gələk. Sistem tənqiddən hissə həll eləmək lazımdır. Baxın, x-zeti saxlayırsa, sən də buradan yaz. X-zet bərabərdir nəyə? 3 bölü y-ə. Sonra nə edirsən? X-y-i saxlayırsansa, olur 3 bölü z. Biraz yuxarıya qaldıraq. Bir də axırıncısı da y-zeti saxlayır. Y-zetimiz də bərabərdir 3 bölü x. İndi gəlin köçürdək yerinə. A-mız bərabər imiş nəyə? 3 bölü y üstə gəlinsin 1 bölü y. O biri 3 bölü z üzərinə gəlinsin 2 bölü z. Axırıncısı da 3 bölü x üzərinə gəlinsin 3 bölü x. Bunu da hesablasaq, olar 4 bölü y vurulsun 5 bölü z. O da vurulsun 6 bölü x. Yuxarıları 1, aşağıları 1 vursaq, 120 bölünsün x, y, z alınır. Bizdə də x, y, z-in cavabı var idi. Bunu da yerinə gətirib 3 qoysaq, 120 bölü 3 verər 40. Yəni C variantı. Sonra 66'ya keçək. Buradan inəyərik. Bir tərslik var. Gəlin belə bir şey eləyək. 3-cü dərəcə yerində qalsın. 5'in üzəri x minus 2 çıxılsın. 28 vurulsun. Bunu yuxarıya qaldıranda üstü dəyişir. Bu da olur x minus 2 kimi. Bərabərdir mənfi 75. Sonra neyniyək? 3-cü dərəcədən 5'in üzəri x minus 2'ni ortaq vuruq çıxardanda qalır 1 çıxılsın 28. Əmsallar gedir də bu məntiqlə bərabərdir mənfi 75'ə. 1 çıxılsın 28 bu hissə olur mənfi 27. Mənfi 27'dən də çölə 3-cü dərəcədən mənfi 3 kimi ata bilərik. Yəni misal belə olur. Mənfi 3 vurulsun. 3-cü dərəcədən 5'in üzəri x minus 2 bərabərdir mənfi 75. Burada da mənfi 75 ilə mənfi 3 ixtisar gedir. Yerində qalır müsbət 25. Gəlin bunu da 5'in qüvvəti kimi göstərsək, bu kökün yerini nə yazmaq olar? Bunu bir dairəyə alaq. Əlimizdə qalanlar bulardır.
Bu kökün yerinə yazırıq ki, 5-in üzərində kökdən kəsrə keçəndə üstün üstə yazırıq. Quyruqdakı ədədi dərəcənin məxrəci. 25-in də yerinə 5-in kvadratı deyirik. Əsaslar eynidirsə atırsan, üstləri götürürsən. X minus 2 bölünsün 3 bərabərdir 2. X minus 2 bərabər 6-ya. X-imiz də çıxar 8, yəni A variantı. Sonra keçdik 67-yə. Bunun hesablamasını eləyəkmi? 0.5 2-də 1 deməkdir. 2-də 1-in kvadratı gəlin hamısının qüvvətinə göstərək. Vurulsun 8-in yerinə yazaq. 2-nin kubu vurulsun kök altda 2-nin yerinə 2-də 1. 2-nin üzəri 2-də 1 bərabərdir 2-nin üzəri n minus 1. Bu 2-də 1-i də uzatmayaq. 2-nin üstündə mənfi 4 eləyəcək. Çünki burada qıraqda yazım. 2-də 1-in kvadratı bərabərdir 2 üzəri mənfi 1. O da bərabər, daha doğrusu 2 üstü mənfi 2. İndi vurmada biz deyirdik ki, bu üstlərdəki ədədləri toplamaq lazımdır. Onu da 2-nin üzəri mənfi 2, üzərinə gəlsin 3, üzərinə gəlsin 2-də 1. Bərabərdir 2-nin üzəri n çıx 1. Əsasları atırıq, üstləri götürürük. Yəni 1 üstə gəlinsin 2-də 1 bərabərdir n çıxılsın 1-ə. N də bərabərdir 2 üstə gəlsin 2-də 1-ə. O da 2-də 5 verir. A variantı. Zincirləmə kəsirlərə aid bir misalda nə edirdik? Təkrarlanan hissəni dairəyə alırdıq. Bərabərdəki cavab nədirsə onu yerləşdirirdik. Yəni x bərabərdir 5 üzərinə gəlsin 6 bölünsün x. Buradan da belə deyim, eyni məxrəcə falan getməyə ehtiyac yoxdur. Tam ədədlər qoyun. 6-nı nəyə bölə bilərsən? 2-yə, 3-ə, 6-ya da belə deyil. Məsələn, gəlin, bir də mənfisi də ola bilər. 1-ə də bölə bilərsən. X-in yerinə 1 qoysam olmaz, 6 qoysam olar. Baxın, x-in yerinə 6 qoysaq, misal nə olur? 6 bərabərdir, 5 üzərinə gəlsin, 6 bölü 6. Yəni 6 bərabər 6-nı ala bilirik. X bərabər 6. Qiymət çıxır. Dediyimiz kimi, eyni məxrəcə gətirmirik. 69 bir fonksiyon sualdır. Fm deyirsə, x-in yerinə gətirib m qoyuruq. Olur nə? Qıraqda yazaq. Fm bərabərdir 5 üzəri m. Fn bərabər imiş 5-in üzərində n. 5 üzəri m bölünsün 5 üzəri n alırıq. Amma cavabların heç birində bu yoxdur. Onda biz neyik? 5-in üzərində m çıxılsın n bizə lazımdır. Buradan da f-in içində m çıxılsın n yazsaq, olar 5-in üzərində m çıxılsın n. Yəni bunun cavabı f-in içində m çıxılsın n imiş. D variantı. Keçək 70-ə, funksiyanın tərsi. Tərsini tapanda nə edirdik? İçi ilə çölün yerini dəyişirdik. Yəni f-in içində üstünə mənfi 1, 5x minus 3 bərabərdir 3x minus 1 lazımdır bizə. Amma deyir ki, biz bunu belə yox, içində x görmək istəyirik. İçində x görmək istəyiriksə, gəlin altına da elə yazım. F-in tərsində x, uşaqların baxın, çaşdırdığı hissələrdəndir. Bərabər sol. Belə görəndə sollar da tərs olarsa, yəni hər iki tərəf tərs verib tərsi istəyirsə, İçin içinə, çölün çölünə bərabər edin. Düz məntiq. Yəni yazırsan 5x minus 3 bərabərdir x-a, vergül. Sual da bərabər 3x minus 1. Amma bunun bir əmması var. Problem nədir? Bunu x-ları yan-yana atıb həll eləməyəsiniz. Nəyin ki cavabı var? Baxın, yuxarı hissədə bərabərdən sonra bir cavab verib. Sual yoxdur. Onda həmin o x dediyimiz hissəyə gəlib bir ştrix yazırsınız. Fərqlənsin deyə. Onda 5x ştrix bərabər olur x plus 3-ə. X ştrix də bərabərdir x plus 3 bölü 5. Bu tapdığımız ifadəni harada qoyuruq yerinə? Bu sual olan hissədə. Yəni davamı da bizə bunu verir ki, sualımız da bərabərdir 3 vurulsun x plus 3 bölü 5 çıxılsın 1. Eyni məxrəcə gətirərik 5-də 3x. Bu vurulur da 3x plus 9 çıxılsın 5 eləyəcək 3x plus 4 bölü 5. Son ifadəmiz bu. 3x plus 4 bölü 5 D variantında var. 71 bir polinom sualda fonksiyona oxşayan polinomdur. Olsun. Buraları təmizləyək. 1-2 nə deməkdir? X-in yerinə 1 qoy. Birincini göstərir. İkinci də ikincini. Onda nə olsun? Yuxarıda 1 vurulsun. 2-nin üstü 4, 16. Düz məntiq hesablama deyil. 2 vur, 1 vur, 2-nin kubu 8. Üzərinə gəlsin 4 vurulsun 2-nin kvadratı 4. Üzərinə gəlsin 5. Bura 16, bura 16 sildi. 16 üstə 5-də 21. D variantı sadə sual. Gələk 72-yə. Bu da bir hədli, çox hədli kimi. AX-in yerinə gətirib bunu köçürdürük. X-in kubu çıxılsın 2x. Sonra
Çıxılsın C-nin yerinə 2x vurulsun. B-nin də yerinə x kvadrat üzərinə gəlsin 4x minus 1. İndi bunu açmağa görək dəyərmi? Açaq. Kublar bir yığılsın bir yerə. Onlar nə? X kubu minus 2x minus 2x'in kubu çıx 8x kvadrat üzərinə gəlsin 2x. Bu 2x'lər müsbət mənfisilər bir-birin. X kubdan mənfi 2x kubu gedir. Mənfi x'in kubu çıxılsın 8x kvadrat qalır. Yəni son cavabımız bu olur. Bu isə. O da uyğun cavab mənfi x kub çıx 8x kvadrat A variantında. 73 trigonometriya sizlik deyil. Trigo. Bu adi sadələşmədir. Modul deməyim də, mötərizələrin açılmasıdır. Belə bir dərdli bir şey yoxdur. Burada nə olur? X çıxılsın, y çıx z çıx 2 kimi. Qarşısındakı mənfiyə görə açırıq. Çıxılsın, digərində nə olur? X üzərinə gəlsin, z çıx x plus 1. Üzərinə gəlsin y minus 1. O da bərabərdir. X çıx y plus z. Buradakı mənfini açıram. Üzərinə gəlinsin 2 çıx. Digərində nə olur? Buranı bir öz içində sadələşdirək. X plus z çıx x plus 1 deməkdir. Bunu öz yerində. X'lər gedir. Yəni qalır çıx z çıx 1. Üzərinə gəlsin y minus 1. Buradan indi silinməyə baxsaq z ilə z gedər. Y ilə y gedər. Sonda qalar mənfi 1, mənfi 1 müsbət 2-ni aparar. X. Boş x qalır. Y variantı. 77'ye gəldik. Nəyimiz var? 2 paralel onu kəsən 3-cü xətt qaydası yəqin ki görünəcək. Birinci bu üçgənə baxsaq 27 dərəcə, 57 dərəcə bunların toplamı bizə burada xarici bucağı verməlidir. 27-ün üstə 57 gəlsək 84 edir səhv eləmirəmsə. Bura 84-dürsə, burada bir ikizkenar üçgən var. Baxın ikizkenarlıq şərtinə. Onda bu hissəmizdə 84-dür. Bizə nə istəyir? Yəqin ki f-ni istəyir. CFK. Bu bucağı istəyir bizdən. Və biz burada görməliyik S qaydasını. Burada qaydaya görə bu küncdəki bucaqla bu bucağın cəmi 180 olmalıydı axı. Onda 180-dən də 84 çıxarıq, qalar 96 dərəcə. O da B variantı. 78-ə keçdik. X istəyir. Görək, hündürlük gətirsək yaxşı olar. Çünki 45 ilə 75-in toplamı eləyir, səhv eləmirəmsə 120, 180-dən çıxdan 60. Bu 75 dərəcədən elə bir təpədən parça gətirə bilərsən ki, onu 45-30 kimi bölə bilərsən. Zaten bura gətirib 90 dərəcə qoysan, bu hissəsinə 45, bura 30 qalır. Yəni 45 ilə 30-un toplamı 75 verir. Bir problem yoxdur. Sonra 45-45-90 qaydasına görə bu ikisi eyni olmalıydı. Burada məsələn bir M nöqtəsi deyək. M nöqtəsində kəsişdirdik. Onda 45-45-90-a görə 4 kök 6-nı biz bölməliyik kök 2-yə. Hipotenuzu verib kateti istəyirsə. Olur 4 kök 3. Yəni burası da 4 kök 3-dür. Burası da 4 kök 3-dür. Sonra nə danışırıq? 60 dərəcənin qarşısı 4 kök 3-dürsə, 30 dərəcənin qarşısına gedəndə kök 3-ə bölürük. Yəni olur 4. 90 qarşısına da gedəndə 2-yə vururuq 8. Bütün tərəfləri tapdıq. Bizə dediyi x hissə, yəni BS-ni istəyir. BS hissəmizdə olacaq 4. Üzərinə gəlinsin 4 kök 3. C variantı. 79-a gəldik. Açıortay hardan çıxıb? DK açıortaydı. Amma nəyin açıortaydı DK? Yəqin ki ADS-nin açıortaydı. Belə başa düşürük şəkildə də yaxşı görünməsə belə. Açıortaya görə elə birinci ağlımıza gələn bu olsun. 4-ün öz qarşısına nisbəti, 8-in də öz qarşısına nisbəti. Yəni 1-in 2-yə nisbəti var 100% burada. Buna K, bura 2K yaza bilərik. Sonrası Pifagora oxşuyur sanki. Bir də nə verib bizə? DKS-nin ortadakının sahəsini tapın. İndi gəl ümumi düzbucaqlının sahəsini tapmağa dəyərmi? Bu aşağıdakının sahəsini tapa bilərik. Birinci hipotenuz katetdən 2 dəfə çoxça burada 30-60-90 xassəsi var. 30 dərəcə burada, 60 dərəcə burada. Bunun qarşısı olur 4 kök 3. Bu aşağıdakının sahəsini tapanda bir-birinə vurub 2-yə bölürük. Yəni S, D, B, S-nin sahəsi bərabərdir. 4 vurulsun 4 kök 3 bölü 2. Bura eləyir 8 kök 3. Yəni bunun sahəsi 8 kök 3-dür. Sahə olaraq gördük bunu. Sonra nə istifadə edə bilərik?
Bunların da oturacaqlarının nisbəti 1-in 2-yədirsə, baxın bu üçgəndən söhbət gedir AD S-ni. Onda S 2S formasında bölüşdürə bilərik. Gəlin buralara S və 2S yazaq. Bura oldu S, bu hissəmiz oldu 2S. Və ümumi sahə də tapanda S üstə gəlinsin 2S, üstə gəlinsin 8 kök 3 nəyə bərabər olmalıdır? Bu yan katet vurulsun digər katetə. Yəni 4 üstə gəlinsin 4 kök 3-ü vurmaq lazımdır. 4-ə bölmək lazımdır 2. Buradan ixtisar geçsin 2. Onda 3S üzərinə gəlinsin 8 kök 3 bərabərdir. 2-ni də vurub açsaq 8 üzərinə gəlinsin 8 kök 3. 8 kök 3'lərimiz gedir. S bərabərdir 8 bölü 3 olur. Misalda bizdən nə istəyirdi? 2S olan. 2 vurulsun 8 bölü 3. Cavabımız olur 16 bölü 3. Yəni bizə lazım olan sahə 16 bölü 3 D variantı. Getdik 80-ci suala. Yamuk verib, yaxşı eləyib. Məsafələr bəlli, sahəsini, heç bir şey, sahəsini tapaq da. Təpədən bir hündürlük gətirmək lazımdır. Bunlara ən azı. Bunu götürək. H deyək. 25'i qarşıya köçürdürük. Bu hissədən ümumisi 50'də bunu silirəm burada. Bura x qalır. Bura olur 25 minus x. Məsələn, məsafəni bilmirik deyə özümüzdən dəyişən yazırıq. Onda bu da h-dır, bu da eyni h-dırsa, gəlin Pifagordan bunları bərabərləşdirək. H kvadrat üstü x kvadrat bərabərdir 49'a. Bir də h kvadrat üzərinə gəlsin 25 çıxılsın x-in kvadratı da bərabərdir 24'ün kvadratına. O da eləyər 576. Bunu tərəf-tərəfə gəlin çıxaq. H kvadratlar silinsin. Qalar nə? X kvadrat çıxılsın 625 çıxılsın x-in kvadratı hasinin 2 misli üstə gəlinsin 50x bərabərdir 49 çıxılsın 576. Bu x kvadratlarımız gedir. 50x da bərabərdir 49 576'nın 625'dən 576 çıxanda elə səhv eləmirəmsə 49 eləyir. Gəlin bunu bir hesablayaq. 625'dən çıxaq bir 576'sın. 9 11'dən 7 hə. Bura olur 49 da gəlsin 49 sağ tərəfimiz. Yəni 50x bərabərdir 98'ə. Də. X bərabərdir 98 bölü 50'ni də 2 ixtisarləsək 49 bölü 25. X məsafəsini tapdıq, tapmağını onda hündürlüyü də tapaq. X'i yeni gətirib yazarıq 49 bölü 25. Onda h'ımız da bərabər olur. H kvadrat bərabərdir 49 çıxılsın. Bu o qədər də yaxşı olmadı ama yazıram. 49'un kvadratı bölü 25'in kvadratı bərabər olacaq. 25'in kvadratı ortaq məxrəcdir. 25'in kvadratı vur 49 çıxılsın 49'un kvadratı. Bu da nə eləyir? 49 vurulsun. 625 çıx 49. Kök çıxacaq. Neyse. Eləyir 49 vurulsun 576 bölü 25 kvadratı. Onda buradan h da bərabər olur. 7 vurulsun 24 bölünsün 25. H'ımız bu. Qoy elə belə də qalsın. İndi sahəsini tapaq. Bunun alanını danışaq. S də bərabərdir. Orta xət vurulsun hündürlük. 50 üstə gəlsin 25 bölü 2. Orta xətdir. Vurulsun hündürlüyün də yerinə bu tapdığımız 7 vurulsun 24 bölünsün 25'ə. Bunu da ixtisar eləsək 50 ilə 25'in cəmi 75 bölünsün 2 vurulsun 7 bölü vur 24 bölü 25. 25 ilə 75 ixtisar gedir burada 3 dəfə. 2 ilə 24 ixtisar gedir 12 dəfə. 12 3 neyini 36'ını da vururuq 7'yə. 6 7 42 4 3 7 21 25. Yəni S'imiz olur 252. Çətin sual deyil ama tapılması xoşagələn ədədlər verməmişdi. Bu test də burada bitdi yoldaşlar. Sağ olun, özünüzə yaxşı baxın, görüşərik.